Uşaqlar, horizontal bilirdiniz də, eyni hündürlüyə malik olan nöqtələri birləşdirən xətlər idi. İzohips də deyirdik horizontala və s. Burada horizontallar bunlardır. Məsələn, horizontallarda kəsmə yüksəkliyi anlayışı var. Horizontal özü bu dairələrdir, bilirsiniz də. Horizontalın hər yerində hündürlük eyni olur. Sonra berg ştrixlər bilirsiniz də, bu qırıq xətlərdir. 90 dərəcə bucaqdan endirilir horizontala. Bir də kəsmə yüksəkliyi iki horizontalın arasındakı məsafədir. Uşaqlar, ekran hamıda görsənir, normal. Bəli. Yaxşı. Keçək indi məsələlərimizə. Demək, burada müsbət relyef formaları var idi. Müsbət relyef formalarını necə müəyyən edirdik uşaqlar? Berg ştriklər kölə olurdu. Mərkəzdən kənara doğru. Bəli. Bəli, bu qaydada. Mərkəzdən kənara doğru. Mənfi relyef formalarında isə Kənardan mərkəzə doğru. mərkəzə doğru yönəlirdi. Berg ştrixlərin istiqaməti burada qeyd etdiyimiz kimi. Bildiniz, müsbət relyef forması sol tərəfdəkidir. Mənfi relyef formaları isə sağ tərəfdə göstərdiyimizdir. Davam edək indi. Burada horizontallarda dik, hündür olan hissə, meyilliyi çox olan hissə, horizontalın sıx olduğu hissələr daha dik olan hissələrdir. Yəni, haradakı horizontallar bir-birinə yaxındır, bax, burada sol tərəfdəki kimi. O hissə daha dik hissədir, meyillik də çoxdur. Amma sağ tərəfdəki bir-birindən aralı keçən horizontallar isə düzən olan hissədir və burada hündürlük daha aşağıdır. Yəni, sıx keçirsə daha dikdir relyef, horizontallar bir-birindən aralı keçirsə daha düzənlik relyefə sahib. Belə. Burada uşaqlar, deyək ki, kəsmə yüksəkliyi 50 metr olan təpədə A nöqtəsinin hündürlüyünü tapın. Nə qədər olur A nöqtəsinin hündürlüyü? 150. 150 metr. Hamı diqqətlə hesablasın. Kəsmə yüksəkliyi 50 metrdir. A nöqtəsinin hündürlüyünü tapın. Yüz. Başqa cavab tapan oldu mu uşaqlar? 100'dür. Təbii ki, 100'dür uşaqlar. Qorxmayın, səhv etməkdən qorxmayın. Öz fikrinizi bildirin rahat. Birinci horizontala biz həmişə 0 metr veririk axı uşaqlar. Növbəti olur 50, A-nın da hündürlüyü olur 100 metr. Kəsmə yüksəkliyi 50 metr idi. Birdən ərazidə dəniz olsaydı, A-nın hündürlüyü 150 metr olardı. Çünki biz onda dənizin sahil xəttinə verərik 0. İlk horizontalımız isə 50 metr verərdik. Onda bu 100, digəri isə 150 metr olardı. Bunu həll edin. Tapdım. 160 olar. 160. Bəli, 160. Birinci horizontalımız oldu 0. İkincisi oldu 80. Üçüncüsü oldu 160 metr. Birinciyinə 0 metr veririk qiyməti həmişə. Əgər dəniz yoxdursa burada. Burada isə dəniz var şəkildə. Uşaqlar, bunu Turan deyər cavabım birinci. Hamı tapsın, amma birinci Turandan soruşacağım. $1500. Uşaqlar, siz nə qədər tapdınız? 1500. Bəli, 1500. 1500. Dənizin sahil xətti 0 metrdir. Növbəti 500, sonraki 1000, A-nın hündürlüyü isə 1500 metr olur. Əla. Kəsmə yüksəkliyi 100 metr olarsa B nöqtəsinin hündürlüyünü və məntəqələr arasındakı hündürlük fərqini tapın. İndi A-nın hündürlüyünü verib, uşaqlar deyir B-ni tapın. Tapın görək nə qədərdir? 200. 200 olur. B-nin hündürlüyü 200, yoxsa hündürlük fərqi 200? Fərq 200'dür, B'nin hündürlüyü 100'dür. Uşaqlar, sizin fikriniz necədir bəs digərləri? B 100'dür. Bəli. 100. Demək uşaqlar, A 300'dür, kənara doğru azalacaq, çünki müsbət relyef forması. Növbəti olur 200, B də olur 100. Nisbi hündürlük, yəni aradakı hündürlük fərqi isə 200 metrdir. 300 çıx 100, 200. Bunu həll edək. Uşaqlar, belə misalları həll etmə qaydasını bilirik də, elədir. Daxili horizontalımız, müsbət relyef formalarında, daxili horizontalımız A-dan kiçik olub,
Kəsmə yüksəkliğinə tam bölünən ən böyük ədəd olmalıdır. A-dan kiçiyi olan, amma kəsmə yüksəkliyinə tam bölünən. 200'dür. 200. Hamı tapsın görək hələ. 100. Başqa Fərqanə, Cansu. 200. Demək uşaqlar, 730-dan kiçik olub 200-ə bölünən ən böyük ədəd hansıdır? Tam bölünən, ha. 600. 600. Bəli. 600-dürsə bu növbəti neçə olur? 400. 400. 400. B nöqtəsi 200. 200. 200 təbii ki. Desəydi nisbi hündürlüyü tapın uşaqlar. 700-dən də 200-ü çıxardınız. Aradakı hündürlük fərqi olardı 500 metr. Bunu həll edək. %50. 150. 150. 150. Aha. Demək 280-in içində 50-yə tam bölünən ən böyük ədəd hansı oldu? 250. Hə, daxili horizontalımız oldu 250, növbəti oldu 200, B də oldu 150. Yaxşıdır. Bunu həll edək. Sıfır. Hamı tapsın hələ. Hamı tapsın hesablayaq. 15. 15. 15. Demək uşaqlar, diqqətli olaq biraz, Turan. 48-in içində 15-ə tam bölünən ən böyük ədəd hansıdır? 45. Bəli, 45-dir. Bu 45-dirsə növbəti neçə olur? 30. 30. B-nin hündürlüyü 15. 15. Bəli. Diqqətli olaq biraz. Bunu da həll edək. İki yüz. 200. 100. 200. 100. Hə. Burada demək uşaqlar 460 metrdir. A-nın hündürlüyü bu zirvədir. Biz daxili horizontal tapanda 460-ın içində 100-ə tam bölünən ən böyük ədəd götürürük. 400-dür. Bu 400-ə növbəti 300-dür. Digər isə 200 metr. Bunu həll edək. Bu mənfi relyef formasıdır uşaqlar. Müsbət relyef formasında dedik ki, daxili horizontal mərkəzdəki ədəddən kiçik olmalıdır. Bəs mənfi relyef formasında necə olacaq uşaqlar? Böyük olmalıdır. Bəli. İndi isə bu daxili horizontal A-dan, A-nın qiymətindən böyük olub 100-ə tam bölünən ilk ədəd olmalıdır. 160-dan böyük olub 100-ə tam bölünən birinci ədəd hansıdır? 200. Bəli, 200 oldu bu. Onda növbəti neçə olar? 300. 300, B-nin hündürlüyü 400. 400. İndi uşaqlar deyir ki, çökəkliyin dərinliyini tapın. Yəni, A ilə B-nin arasındakı məsafənin neçə metr olduğunu tapın. 460 çıxarıq cavab. Təbii ki. Bəli. 400-dən çıxırsınız 160-ı, cavab olur 240 metr. Başa düşdünüz uşaqlar? Bəli. Ben Qaranlıq məqam Bəli. oldu, çəkinməyin də soruşun. Bunu da həll edin. %20. B nöqtəsinin hündürlüyü 150-dir. Kökəkliyin 150. dərinliyi isə 120. Turan, sən nəyi tapmışdın? 120. B-nin hündürlüyüdü yoxsa dərinliyi? Çökəkli. Hə, dərinliyi tapmışdın. Uşaqlar, B-ni nə qədər tapdıq? 150. Demək 30-dan böyük olub 50-yə tam bölünən ilk ədəd oldu 50.
Sonraki oldu 100. B də oldu 150. Dərinliyi tapanda 150 çıx 30. Dərinliyi oldu 120 metr. Bunu tapaq. Burada mənfidir uşaqlar. Biraz diqqətli olun. Daha dərindən düşünün. Yəni ədədin özü də mənfidir. Yüz. Ola bilər. Hamı tapsın görək hələ kim necə cavab tapacaq. B Mən də nöqtəsi. B-nin hündürlüyünü də deyin. Uşaqlar dərinliyi də deyin. Derinlik 130. Derinlik 70. Aha. Dərinlik B özü 100'dür. Yaxşı. Hesablayaq onda uşaqlar. Demək mənfi 30-dan böyük olub 50-yə tam bölünən ədəd, ilk ədəd hansıdır? 0. 0. Bu 0-dırsa növbəti oldu 50. B də oldu 100. Düzdür. İndi uşaqlar çökəkliyin dərinliyində tapırıq. B tapdıq 100 metr. Düzdür. Dərinliyi necə tapırdıq? 100'den düzün üstüne 30 gelecek. Nerede 30? 100-dən ən hündürdən Mənfi ən 30. alçaq nöqtəni çıxırıq. 100-dən çıxırsınız mənfi 30-u. 2 çıxma sonra müsbətə çevrilir. Dərinliyi olur 130 metr. Bildiniz? Çünki 0-dan mənfi 30-a kimi 30 metr məsafə var. 0-dan 100-ə kimi də 100 metr məsafə var. A-nın B-nin arasındakı məsafə ümumilikdə 130 metr olur. Bunu həll edək. B 600'dür. 600. Çökeyliği 850. 600. Hə, B-nin hündürlüyü də 600, yoxsa dərinliyi də 600? B'nin 600. Hə. Demək uşaqlar, mənfi 250-dən böyük olub 300-ə tam bölünən birinci ədəd hansıdır? 0. 0. Bu 0-dırsa növbəti 300, B-də 600. B-ni düz tapdıq. Çökəkliyin dərinliyini necə hesabladıq? 600. 600'den çıkarır. Menfi 200. Bəli. 600-dən çıxdınız mənfi 200-ü, toplama olur 850 metr. Hə, bunu həll edək. Yirmi. 20. 40. 20. Bir nəfər fərqli cavab tapdı, deyəsən 40 metr dedi, hə? Ben 40 dedim. Demək uşaqlar, mənfi 28-dən böyük olub 20-yə tam bölünən birinci ədəd hansıdır? Menfi Mənfi 20. Mənfi 20. Mənfi. Mənfi 20, mənfi 28-dən böyükdür də. 20-yə tam bölünür. Növbəti oldu 0, növbəti oldu müsbət 20. B oldu müsbət 20. Dərinlik nə qədər olur? 48. Bəli, 20 çıxılsın mənfi 28, o da eləyir 48 metr. Bunu həll edək. Sıfır. 0. Sıfır. B sıfırdır. 0. Bəs dərinlik nə qədər olur uşaqlar? 128. Demək, mənfi 128-in içində 60-a tam bölünən ilk ədəd mənfi 120, hə? Menfi. Növbəti olur 60, B də olur 0. Dərinlik də olur 0 çıxılsın mənfi 128, bu da eləyir 128 metr. Yadınızdan çıxartmayın, ən hündür nöqtədən ən alçaq nöqtəni çıxırsınız. Yəni, ən böyükdən ən kiçiyi çıxırsınız həmişə. Bunu həll edək. Mənfi 40.
-40. -40. Əla, -40 olur. Bəli, uşaqlar, mənfi relyef formaları mərkəzə doğru kiçilir də, azalırdı. Kəsmə yüksəkliyi 40 metrdirsə, B-nin hündürlüyündən, yəni 40 metrdən çıxırıq 40-ı, növbəti horizontalımız olur 0. 0-dan da 40-ı çıxanda A horizontalın hündürlüyü olur -40 metr. Bunu da həll edək. -500. -500. -500. -500. Aha, əla, -500 olmalıdır. Yenə də hesablayaq. 250 metr idi. Kəsmə yüksəkliyimiz də 250-dir. B-nin 250-sindən çıxanda onun növbəti olur 0. Sonra -250, sonraki isə -500 olur.